Salam əziz şagirdlər. Bu video dərsdə biz mövzu sınaq imtahanı 5-in tarix suallarının cavablarına baxacağıq inşallah. 76 sayılı sualdan başlayaq. Rusiya imperiyasının Şimali Azərbaycan torpaqlarında tətbiq etdiyi müstəmləkə rejiminin hansı iqtisadi nəticələrə səbəb olduğunu müəyyən edin. Yəni bilirsiniz ki, 19-cu əsrin əvvəllərindən 1917-ci ilə qədər Şimali Azərbaycanda müstəmləkə rejimi yaradılmışdır Rusiya tərəfindən və bunun iqtisadi nəticələrini soruşur. Deməli biz götürəcəyimiz nəticə iqtisadi olmalıdır. Və buradakı cavabları oxuyanda aydın olur ki, doğru cavab burada D-dir. Əhali üzərinə deməli vergilər qoyuldu, sərvətlərimiz talan edilərək Rusiyaya daşındı. Doğru cavab D-dir. 77 sayılı sual. Osmanlı dövlətindən fərqli olaraq Teymurilər dövləti. Deməli burada cavab nədir? Deməli D cavabı doğru cavabdır. Çünki bəli, Osmanlı dövlətindən fərqli olaraq bilirsiniz ki, Teymurilər dövləti 15-ci əsrin əvvəllərində Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparıb və Azərbaycanda 15-ci əsrin əvvəlləri Qaraqoyunlu mövzusunda deyildiyi kimi hakimiyyət uğrunda mübarizə aparan qüvvələrdən biri də məhz Teymurilər olub. Ona görə cavab D-dir. Davam edirik. 78 sayılı sual. Sxemi tamamlayan cavabı müəyyən edin. Albaniya dövləti 5-ci əsrdə verilib xüsusiyyətləri, deməli 7-ci əsri tapmaq lazımdır. Daxili müstəqilliğini itirərək işğalçılardan nasıl hala düşməsi bu 8-ci əsrdir. Xarici müdaxilə nəticəsində dövlətin süqutu uğradılması, dövlət zaten 8-ci əsrdə süqut edib və Bərdə şəhər ərəb idarəsinin mərkəzinə çevrilməsi üçün yenə süqut etməlidir. Bu da 8-ci əsr olur. Yadelli hücumlarına son qoyula bilməz və burada cavab B-dir. Şimalda Xəzər xaqanlığı ilə həmsərhəd olması. 79 sayılı sual. 19-cu yüzilin ikinci yarısında Şimali Azərbaycanda əhalinin maariflənməsi üçün fəaliyyət göstərən şəxsiyyətlərdən deyil. Əlbəttə ki, bu Abbasqulu Ağa Bakıxanovdur. Çünki digərləri bilirsiniz ki, məhz 19-cu əsrin ikinci yarısında Əkinci qəzeti ilə əməkdaşlıq edib. Ona görə də onlar ikinci yarısında var. Amma Bakıxanov 19-cu əsrin birinci yarısında yaşadığı üçün o, əlbəttə ki, ikinci yarısında fəaliyyət göstərə bilməz. 80 sayılı suala gəlirik. Ərdəbil hakimliyi və Qaraqoyunlu dövləti üçün ortaq olan xüsusiyyəti müəyyən edin. Osmanlı dövləti ilə müharibə aparması heç bir müharibə aparmayıb. Sonra Ağqoyunlu dövlətinə qarşı mübarizədə böyük itkilər verməsi. Bilirsiniz ki, Ağqoyunlu dövləti yox, Qaraqoyunlu dövləti Ağqoyunlu bəyliyi ilə mübarizə aparmalıdır. Ona görə də bunu da çıxırıq. Və Şirvanşahlarla rəqabət apararaq hərbi toqquşmalara girməsi. Bəli, doğru cavab budur. Həm Ərdəbil hakimliyi Ağqoyunlularla birlikdə Şirvanşahlarla rəqabət aparıb. Daha doğrusu Şirvanşahlarla Ağqoyunlular bir yerdə Ərdəbil hakimindən mübarizə aparıb. 15-ci əsrin sonunda, 16-cı əsrin əvvəllərində bildiyiniz kimi. Eyni zamanda Qaraqoyunlu dövlətində də var. Qara Yusiflə Şeyx İbrahimin mübarizəsi var. Ona görə də doğru cavab C-dir. Davam edirik. 81 sayılı sual. Çar əsarəti dövründən bağlı olan sualdır bu da. Deməli, sxemdə əsasən doğru cavabı müəyyən edin. Kütləvi kitabxanaların yaradılması, milli teatrın əsasının qoyulması və ilk milli qəzetin nəşr olması. Aydın məsələdir ki, burada məsələ 19-cu əsrin ikinci yarısındakı mədəniyyətimizdəki inkişafdan bəhs olunur. Burada təhlükəli cavab B-dir. Burada ikinci rüb yazıb çaşa bilərsiniz. Bəyək çaşmışsınız yəqin ki. Amma rüb yox, yarısı olmalıdır. Çünki ikinci rüb birinci yarısının içindədir. Ona görə də bu yox. Burada doğru cavab deməli D-dir. Rus əsarəti dövründə Şimali Azərbaycanda ictimai və mədəni inkişafdan bəhs olunur. Davam edirik. 82 sayılı sual. 1918-ci ilin sentyabrında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumətin qarşısında duran əsas məsələ idi. Əlbəttə ki, Bakını Daşnaq Bolşevik zülmündən azad etmək. Doğru cavab A-dır. Və gəlirik 83 sayılı suala. Səfəvi dövlətinin paytaxtı olmuş şəhəri xəritədə müəyyən edin. Deməli, Səfəvi dövlətinin paytaxtı olmuş şəhəri xəritədə müəyyən etsək, burada söhbət Təbrizdən gedir ilk paytaxtından. Ona görə də cavab 5-dir. Davam edirik. 84 sayılı sual. Sxema uyğun cavabı müəyyən edin. Osmanlı dövləti ilə həmsərhəd idi. Rusiya imperiyası tərəfindən ilk işğal edilən Azərbaycan torpaqlarından idi. İlk işğal olunan torpaqlardan bilirsiniz ki, Qazax, Borçalı, Şəmşəddil sultanlıqları idi. Ona görə də bir də 1-ci Rusiya-Qacar müharibəsi ərəfəsində bilirsiniz ki, onlar işğal edilib. Ona görə də burada İrəvan xanlığı ola bilməz. Baxmayaraq ki, Osmanlı ilə həmsərhəddir. Gəncə həmsərhəd deyil. 3 sultanlığın içərisində də Osmanlı ilə həmsərhəd olan bilirsiniz ki, Borçalıdır. Davam edirik. 85 sayılı sual çap maşınlarının ixtirasından əvvəlki dövrə aiddir. Yəni, siz burada elə bir cavab götürməlisiniz ki, orta əsrlərə aid olsun. Bilirsiniz ki, yeni dövrdə çap maşınları ixtira edilib, Azərbaycanda tətbiq olunub. Görürsünüz, burada cavabların hamısı 19-cu və 19-cu əsr
bəli, 19-cu əsrə aiddir. Bax, görürsünüz, Şimali Azərbaycan Milli Teatr 19, Kütləvi Kitabxana 19, Gülüstan-ı İrəm 19, Milli Mətbuat 19, sadəcə mədrəsələr orta əsrin əvvəllərindən fəaliyyət göstərib. Ona görə də o dövrdə əlbəttə ki, çap maşınları yox idi. Ona görə cavab C-dir. 86 sayılı sual. Səbəb-nəticə əlaqəsinə əsasən doğru ardıcıllıq müəyyən edin. Deməli, biz burada hadisələrin ardıcıllığı ilə getməliyik, məntiq ardıcılığı ilə. Birinci, əlbəttə, başlamalıyıq nədən? Rusiyada əhalinin vəziyyətinin ağırlaşması. Bilirsiniz ki, Birinci Dünya müharibəsində qoşulandan sonra Rusiya da Avropadan geri qaldığı üçün iqtisadi vəziyyət daha da çətinləşir, əhalinin vəziyyəti ağırlaşır və nəticədə Rusiyada inqilab baş verir, fevral inqilabı deyir 1917 və bunun nəticəsində monarxiya rejimi devrilir, deməli 2-dən sonra 3. Bundan sonra da deməli Azərbaycanda İki Respublika yaranır. Bəli, 1918-ci ildə mayda və daha sonra bilirsiniz ki, ondan əvvəl Bakıda Sovet hakimiyyəti var idi, Bakı Soveti və Respublikamız yaranandan sonra Bakıda Sovet, yəni Osmanlının dəstəyi ilə, hərbi dəstəyi ilə Bakıda Sovet hakimiyyəti devrilir və Bakı Bolşevik daşnaq qüvvələrindən təmizlənir və nəhayət ki, 5 Azərbaycan Xalq Cümhuriyyəti hökummətini Bakıda öz işinə başlayır. Yəni hökumət Bakıya köçür, çünki Bakı azad olunur. Ona görə də 2, 3, 1, 4, 5 ardıcılıq olmalıdır. Doğru cavab 7. Davam edirik. 87 sayılı sual. Xəritədə göstərilmiş dövlətlərə aid olduğunu müəyyən edin. 1 Ağqoyunludur, 2 Şirvanşahların ərazisidir, 3 də bilirsiniz ki, Osmanlıdır. Teymuri dövlətini burada gördükdə artıq anlamalısınız ki, burada bu xəritə Ağqoyunlu xəritəsidir. Ağqoyunluların xəritəsinə baxsaq görəcəksiniz. Deməli, burada cavab deməli Y-dir. Niyə görə? Deməli, 1 və 2, yəni Ağqoyunlu və Şirvanşahlar 15-in sonu 16-cı əsrin başlanğıcında ittifaqa girərək Səfəvilərə qarşı mübarizə aparmışdımı? Bəli, aparmışdı. Sonra 2 və 3 Van Gölü hövzəsində yaylaq maldarlığı ilə məşğul olan Oğuz türkləri tərəfindən qurulması, yəni 2 və 3 Şirvanşahlar Van Gölü hövzəsində yaylaq maldarlığı məşğul olan Oğuzlarla əlaqəsi yoxdur, o Ağqoyunlara aid ancaq olmaz. 1, 2, 3, yəni hər üçünə aiddir. Hakimiyyət uğrunda Baharlı dövlətlə mübarizə aparması, o da olmaz. Bayaq da dediyimiz kimi, o Ağqoyunlu bəyli idi, Baharlılarla mübarizə aparan. Osmanlı da aparmayıb, ona görə bunu çıxırıq. Və 4, doğrudur, 1 və 3, yəni Ağqoyunlu da Osmanlı da bir sıra şərq ölkələrində yürüş etmişdir. Doğru cavab 7. 88 sayılı sual. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri olmuşdu. Bilirsiniz ki, ilk sədr olmuşdu Fətəli xan Xoyski, daha sonra da Nəsibə Yusifbəyli Acabı. 89 sayılı sual. Yusif Sacıoğlu'nun xilafətdən asılı olmadığını göstərən fəaliyyətidir. Əlbəttə ki, onun öz adından deməli, pul kəstirməsi. Ona görə cavab B-dir. 90 sayılı sual. Hansı cavab bəndində Böyük Səlcuq dövlətinin digər dövlətlərlə ümumi cəhdi doğru verilməmişdir? Deməli, Rus imperiyası ilə ümumi cəhətdir Cənubi Qafqazı öz hakimiyyəti altına alması. Bu doğrudur. Yəni, bu deyil cavab. Bir dəqiqə. Osmanlı imperiyası ilə ümumi cəhətdir Avropa dövlətlərinə qarşı mübarizə aparması. Bəli, doğru cəhətdir. Səfəvi dövləti ilə ümumi cəhətdir İsfahanın paytaxt şəhər olması əlbəttə oxşarlıqdır. Ərəb xilafəti ilə ümumi cəhətdir Azərbaycanın ilhaqına, yəni tabe edilməsinə cənub torpaqlarından başlaması. Bu da doğrudur və doğru cavab C-dir. Niyə yanlışdır? Çünki burada yazılıb ki, Eldənizlər dövləti ilə ümumi cəhətdir Oğuz türklərinin tərəfindən qurulması. Bilirsiniz ki, Eldənizlər Qıpçaq türkü tərəfindən yaradılmış dövlətdir. Ona görə də bu artıq oxşarlıq olmur. Ona görə də burada da deyir ki, doğru verilməyəni tapın. Ona görə cavab C-dir. 91 sayılı sual. Azərbaycan Respublikasının cənub qonşusudur. Əlbəttə, xəritəmizi yaxşı bilirsiniz, mən inanıram. Cavab İrandır. B. 92 sayılı sual. Nadir Şahın fəaliyyətlərinə aid deyil. Yəni, Nadir Şah etmədiyi bir şey olmalıdır. Əlbəttə ki, burada cavab ilk müstəqil Azərbaycan xalqının yaranması. Çünki bunu eləyən Hacı Çələbi xandır. Ona görə cavab D-dir. 93 sayılı sual. Azərbaycan mədəniyyəti 18-ci əsrdə tapmalıyıq. A-da 19-cu əsrdə B-də. Amma mütləq Azərbaycan mədəniyyəti olmalıdır. Vəzirov Axundzadə kimi ziyalılar Əkinçi qəzeti ilə əməkdaşlıq etməsi səhv olur. Niyə? Çünki 18-19-cu əsrdir. Doğru cavab B-dir. Pənahabad qalasının inşa olunması 18-ci əsrdir və Təhsübül Əxlaq əsəri də 19-cu əsrdir Bakıxanovun. Ona görə cavab B-dir. Digərlərinə baxaq. C səhvdir. Ona görə ki, Pənahabad adlı pul vahidinin kəsilməsi mədəniyyət deyil, iqtisadi bir məsələdir. Ona görə səhvdir. Amma ikinci hissəsi düzdür. Gülüstan İrəm 19-cu əsrdir. D-də Bayat qalasının inşa olunması o da 18-ci əsr düzdür. Amma Arşın Malalan musiqili komediyası 19 deyil, 20-ci əsrdir. Türkmənçay müqaviləsi 19-cu əsrdir zaten. Buradan çıxırıq və Göy məscidlə əlaqəsi yoxdur. O da deməli 15-ci əsrdir.
Davam edirik. 94 sayılı sual. Səfəvi dövləti ilə İrəvan xanlığına aid ortaq cəhətləri müəyyən edin. Qacarlar dövləti ilə həmsərhəd olması ola bilməz. Fərqli-fərqli dövrlərdir Səfəvi dövlətinə Qacarlar və Çar Rusiyasının işğalçılıq siyasətinə məruz qalması, bəli, həm Səfəvi dövləti, həm İrəvan xanlığı bu işğalçılıq siyasətinə məruz qalıb. 18-ci əsrdə mövcud olması. Sonra Orta əsrlər dövründə meydana gəlmək bu ancaq Səfəvi dövlətinə aiddir. Azərbaycan türklərinin qurduğu dövlət olması. Deməli, cavab 2, 3, 5, A cavabı doğru cavabdır. 95 sayılı sual. Cədvəldə A sütununda verilmiş sözləri B sütununda verilmiş mənalarına görə qruplaşdırın. Deməli, qurultay nə deməkdir? Türk xalqlarının mühüm məsələləri həll olunduğu yığıncaq. İnqilab, dövlət quruluşunun köklü şəkildə dəyişdirilməsi, imperiya tərkibində müxtəlif ölkələr və xalqları birləşdirən dövlət. Ona görə 1 olmalıdır B, 1B, 2C, 3A. B cavabı doğru cavabdır. Eldəncilər Ağqoyunluq, Qaraqoyunluq dövlətlərinə və hər üç dövlətə aid olan xüsusiyyətləri müəyyən edin. Venn diaqramı. Deməli, Səlcuq imperiyasının zəifləməsi nəticəsində yaranması bu Eldəncilər dövlətidir. Orta əsrlərdə meydana gəlməsi hər ikisinə aiddir, hər üçünə aiddir. Şeyx Heydərin hərbi dəstəsinə məlubiyyətə uğradılması bu Ağqoyunlu və Şirvanşahlara aid bir hadisədir. 2-yə gedir. 15-ci əsrdə süquta uğraması bu da Qaraqoyunlu dövlətinə aiddir. Türk mənşəli dövlət olması bu da hər üçünə aiddir yenə. Ona görə də 1 olacaq A, 2 olacaq C, 3D, 4 də B-yi. 4 də B-yi. Keçirik açıq suallara. Deməli, 97 sayılı sual xronoloji ardıcılığı müəyyən edin. Burada birinci əlbəttə Şirvanşahlar dövləti Səlcuq asılılığından düşməsi olmalıdır. Nə vaxt Səlcuqlardan sala düşüb 11-ci əsr, ona görə 1 ilə başlayırıq. 11-ci əsr, Elxanilər dövləti yaranıb 13-cü əsr, Həsən Padşah qanunnaməni qəbul edib 15-ci əsr. Deməli, olmalıdır 1, 2, 3 ardıcılığı ilə. 98 sayılı sual. Doğru ifadələri müəyyən edin. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev doğrudur. Azərbaycan Respublikası himninin sözlərinin müəllifidir Əhməd Cavad, bu da doğrudur. Azərbaycan Respublikası özünün varisi elan etmişdir, Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdir, doğrudur. 4-dən 5 yanlışdır. Çünki 1918-ci ildə İstiqlaliyyət Bəyannaməsi adlı sənəd qəbul edilərkən Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Tiflis ola bilməz, səhvdir, ilk paytaxtı Gəncə olub və Azərbaycanın ilk respublikası yaranmışdı, Birinci Dünya Müharibəsi ərəfəsində yox, gedişatında. Bu da səhvdir. Davam edirik 20-ci sual, 99 sayılı sual. 20-ci yüzillikdə neft çıxarılmasına görə dünyada əhəmiyyətli yerə sahib olan şəhərimiz əlbəttə ki, Bakıdır. 1. Uyğunluğu müəyyən edin. Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət, daxili siyasət. A yanlışdır, çünki 1918-ci ildə Türkiyə Respublikası yox idi hələ və Xalq Cümhuriyyətimiz Türkiyə Respublikası yox, ondan əvvəl mövcud olan Osmanlı imperiyası, Osmanlı dövlət tərəfindən tanınmışdır. Osmanlı parçalanandan sonra, süqut edəndən sonra yaranıb Türkiyə Respublikası. Yəni, bu doğru ifadə deyil. Bunu götürmürük. Qanunların icrasının Nazirlər Şurası tərəfindən həyata keçirilməsi əlbəttə ki, bu daxili siyasətdir. Ona görə də biz onu yazırıq 2-yə, B-ni. Bir sıra dövlətlərlə iqtisadi müqavilələrin imzalanması bu 1-ə gedir, xarici siyasət. Qadınlara seçki hüququnun verilməsi, bu da daxili siyasət. Başlıca dövlət vəzifələrinə əsasən qeyri-millətlərin nümayəndələri təyin edilməsi əlbəttə ki, qətiyyən ola bilməz. Bu Çar əsarəti dövründə olan bir ifadədir. Ona görə də bunu da çıxırıq. Doğru cavab 1C, 2B, D olur. Beləliklə, bu video dərsinin sonuna gəldik. Növbəti sınaqlarda sizə hər birinizə uğurlar arzu edirik. Sağ olun, salamat qalın.